Əlbəttə, hakimə xütbədə də dua eləmək olar. Hakim üçün dua eləmək üçün yerdir və fürsətdir. Əhlüsünnə vəl Cəmaətin əqidəsinin özəlliklərindən və mənhəcinin saflıqlarından, başqalarından fərqləndirən şeylərdən biri odur ki, Əhlüsünnə vəl Cəmaə rəhbərlərə qarşı sadiqdirlər. Əhlüsünnə vəl Cəmaə icma edib ki, hakim zalim də olsa, günahkar da olsa, ona qarşı çıxılmaz. Zalim hakimin zülmünə qarşı çıxmaq məsələsi Əhlüsünnədə ixtilaflı məsələdə iki görüş var. Zalim hakimin zülmünə qarşı çıxmaq haramdır, icma nəql edilir. Hakimə qarşı danışmaq, yəni xuruc müxtəlif olur da. Var silahla, var sözlə, var nə bilim əməllə, müxtəlif çıxışlar olur. Hakimi çevirmək üçün, hakimə qarşı çıxmaq üçün. Onlardan biri də danışmaqdır. Dillə əziyyət vermədir. Məsələn, oturursan, yəni sən əslən hakimə qarşı çıxmırsan. Sadəcə olaraq çıxmağa təşviq edirsən. İnsanlarda fikir oyadırsan. Danışmağın ilə. Alimlər deyirlər ki, bu addım silahla çıxmaqdan daha şiddətlidir. Əgər bir şəxs arxasında 1000 nəfər var, onu ilə tək olan halda ruhiyyəsində dəyişiklik yaranacaqsa bilsin müşrik. Bu dünyada nə qədər zalim var, nə qədər şərəfsizlər var olsun, nə qədər bunların silahı olur olsun, amma mənim Allahımdan müqayisəyə gəlməz. Mənim Allahım yerin göyün sahibidir. Qüdrət onun əlindədir. Görürsən, bu günlərim bir dənə hansısa bir nazirə söykənib aləmi qatır bir-birinə. Nə gəldi danışır. Hara istədi gedir, kimə istədi öldürür, qanunsuzluq baş verir. Soruşanda niyə beləsən, deyil mənim adamım filan kəsdir. Filan nazirdir, filan baş nazirdir və yaxud ölkənin başçısıdır. Sənin arxanda kim dayanıb bəs? Deyirdim, mənim arxamda Allah dayanıb, sən niyə qorxursan bəs? Onun adamı heç kimdir. Amma sənin söykəndiyin yerin göyün xaliqidir.